Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve alihi tayyibine tahirin ve la'nut daim ala a'daihim ecma'in minel an ila liqai yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allah bu ayın günlərini hər biriniz üçün mübarək eləsin. Allah bu ayın günlərini hər birinizin qəlbinə sevinc lütf eləsin bu günlərdə. Allah qəlblərimizi Həzrət İmam Zaman əleyhissalama bağlasın. Allah müsəlmanların qəlblərində hər nə kədərləri, hər nə qəmləri, qüssələri varsa, müsəlmanların uğurları ilə o kədəri sevincə çevirsin inşallah. Biz ailə haqqında danışırdıq. Daha doğrusu valideyn mövzusunda başladıq müzakirə eləməyə. Qeyd eləmişdim ki, valideyn mövzusu olduqca əhəmiyyətli mövzusudur. Bir nəfərin kamil ailə prinsipi yoxdursa və o heç bir mövzuda müzakirə eləyə bilməz və heç bir mövzuda uğur qazana bilməz. Əsas onun köklü həm genetik dolğun kodlara sahib olmalıdır, genetik güclü kodlara sahib olmalıdır. Bu mühüm məsələdir. Peyğəmbərlərin, imamların həyatında da bu ən önəmli rol olub. Sonuncu peyğəmbər, görürsünüz, İbrahim peyğəmbərə bağlıdır. Genetik kodlar da burada olduqca mühümdür. Və eyni zamanda 11 imam iki şəxsə bağlıdır. Biri iki şəxsin vasitəsilə Peyğəmbərə bağlıdır. Biri Həzrət Əli əleyhissalamdır, biri xanım Zəhra səlamü əleyha. Çox şəffafdır və eyni zamanda bu imamların valideyn tərəfdən, ata tərəfdən gələn xətləri Peyğəmbərə bağlıdır. Amma ana tərəfdən gələn xətlərinə baxsaq, görürük ki, onlar bəşəriyyətin içində, cəmiyyətin içində ən pakları olub. Və müəyyən yerlərdən olublar, imamlar özləri seçiblər onları xanım olaraq. Çünki çox güclü paklıq olmalıdır. Misal olaraq İmam Zeynəl Abidin əleyhissalamın anası yuxuda görür. İmam Hüseyin əleyhissalamın xanımı olur. Yuxuda görür, xanım Şəhrəbanu. Yuxuda görür ki, bir qadın yaxınlaşdı mənə və buyurdu ki, mənim oğlum Hüseyin üçün, sənin üçün elçiliyə gələcəklər, Hüseynimə görə Hüseynə hə deyərsən. Və çox pak bir qadın olur. Təsəvvür edirsiniz. Və gəlir o xanımdan, həm İmam Hüseynin xanım olur, həm də İmam Səccad əleyhissalamın ana olur. Bu olduqca mühüm məsələ. Və digər imamların da həyatlarını axtarırsınız, valideynlərini görəcəksiniz ki, bunlar xüsusi rol oynayırlar bu məsələdə. Ailə təməl, həm genetik kodlar düzgün olmalıdır, düzgün seçilməlidir. Və biz ailə seçimində, ailə təşkilində əsasən göz xatirələrinə baxırıq. Göz xatirələri və eyni zamanda müəyyən dindarlıq prinsipləri, amma ailə seçimində o deyil məsələ. Baxırıq ki, imam müsəlmandır, amma xanımı bəzən müsəlmandan seçmir. Müsəlman ətrafında insanlar çox olduğu halda imam xanımı müsəlmandan seçmir o zamanda. Bəzən olub müsəlman olur, bəli, təbii. Amma bəzi vaxtlar olur, görürsən, müsəlmandan seçmir. Axtarır, onun tam genetik kodlarına baxır, tam şəffaflığına baxır və ətrafında nə qədər müsəlman olduğu halda imam xanımı, misal olaraq o dövrdə İrandan seçir. İmam Hüseyin əleyhissalam. Səhv eləməmsə, 2-ci Yezdigirdin qızı olur. Gəlir xanım Şəhrəbanu, oradan seçir. Bir yerdə olur, başqa əsrlərin içindən seçir. Səhv eləmirəmsə, İmam Həsən Əskəri əleyhissalamın xanımı. İmam Zaman əleyhissalamın anası misal olaraq. Deməli, məsələ nə müsəlman olub olmağıdır, nə müsəlman olub olmamağıdır. Evlilikdə bu şərtdir, əqd məsələsində ki, o müsəlman olsun. Amma ta bu müsəlman prinsiplərini qəbul edənə qədər o son dərəcə sağlam insan olmalıdır. Onun fitrəti son dərəcə diri qalmalıdır. Bu olduqca mühüm məsələdir. Ona görə də Əhl-i Beytin ailə prinsipləri tam fərqlidir.
genetik kodlar yerində olmalıdır. Eyni zamanda sağlam insanın böyüməsi üçün genetik kodlardan əlavə də sağlam tərbiyə olmalıdır. Ola bilər ki, bir ailənin genetik kodları sağlam olsun, amma o əyri mühitin tərbiyəsi ilə evladını tərbiyələndirsin, o da kömək eləyə bilməyəcək. Çünki mütləq bu ikisi rol oynayır. Həm sağlam bətindən dünyaya gəlmək, həm sağlam kodlardan, genetik kodlara söykənməsi, eyni zamanda həm də sağlam tərbiyəvi mühitdə böyütmək və yaxud da mühit tərbiyəli olmasa, özü tərbiyəli böyütmək. O kodlarına uyğun, öz dəyərlərinə uyğun böyüdə bilmək, o mühitin bəlasından ana-ata bir qalxan rolu oynayaraq evladını tərbiyə etməyi olduqca mühümdür. Bizim yolumuzun əsasını ailə təşkil edir. Bizim yolumuzun əsası buradadır. İnandığımız bu yolun əsası nə namazladır, nə orucladır, nə xumusladır, nə hacladır, nə cihadladır. Əsas yolumuzun əsası əhl-i beytdir, yəni ailə. Sağlam ailə dəyərləri. Əgər sağlam ailə dəyərləri varsa, orada qılınan namaz Allaha ucalacaq. Orada tutulan oruc Allaha ucalacaq. Əgər bunlar yoxdursa, orada ümumiyyətlə qılınan namazın mahiyyəti olmayacaq. Heç bir əhəmiyyəti olmur, heç bir faydası olmur. Çünki bunu yetişdirən bir daxili tərbiyə lazımdır. Təsəvvür edin, bir insan namazla təkcə ilahi tərbiyəyə sahib çıxmır. Özünün xüsusi bir tərbiyəsi olmalıdır ki, daxili tərbiyəsi olmalıdır ki, o Allahın göndərdiyi namazı Allahın göndərdiyi kimi qılmağı bacarsın, onu mənimsəməsin. Özünə məxsus bir da onun həyatına tərbiyə olmalıdır. Namaz gəlir 25 il əyri tərbiyə görmüş insan dərhal dəyişə bilmir. Çünki bunda artıq problemlər xarakterə çevrilib, günahlar, xətalar, səhvlər xarakterə çevrilib, namaz gəlib, xarakteri dəyişmir, üzdə aşkar pisliklərdən uzaqlaşdırır. Misal olaraq, İnnə salətə tənha ənil fəhşai vəl münkər. Namaz insanı pis işlərdən çəkindirir. Aşkarda bəli, böyük cinayətlərdən çəkindirir. Amma daxili təmizlənmək var. Daxili təmizlənmək üçün ailə şəraiti olduqca mühümdür. Ailə dəyəri olduqca mühümdür. Misal olaraq, həmin namaz gəldi Peyğəmbər zamanında. Peyğəmbər zamanında ailə təməli çökmüş, belə deyək, insanları təmizləyə bilmədi. Onlar Peyğəmbər qızının qatilini də çevirdilər. Namaz onları daha da böyük bir cinayətkara çevirdi. Dəyişə bilmədi. Niyə görə? Çünki onların tarixə baxırıq, görür ki, ailə təməlləri yerində olmayıb. Yerində olmadıqları üçün heç nə eləyə bilmir namaz onlara. Misal üçün, Bəni Üməyyə cəmiyyətinə namaz heç nə eləyə bilmədi. Oruc heç nə eləyə bilmədi. Təvhid ifadələri, təvhid sədaları dəyişə bilmədi. Peyğəmbəri gördülər önlərində, dəyişənmədilər. Səbəb çünki ailə təməlləri yoxdur. Köklü ailə prinsipləri yerindədir. Ona görə də dəyişməkləri qeyri-mümkündür. Və bəli, gəlir tərbiyəvi insanlar nümunəvi namaz qılırlar. Tərbiyəvi əxlaqi dəyərləri yerində olan insanlar nümunəvi oruç tuturlar. Bu yerindədir. Amma qalan heç biri düzgün deyil. Ona görə bizim yolumuz əhl-i-beyt yolu olduğu üçün birinci məsələ ailə dəyərlərini düzəltməkdir. Ən birinci məsələ budur. Gəlib bizdən soruşsalar, hər birimizdən namaz qılırıq, oruç tuturuq. Birinci hardan başlayım? Birinci ailədən başlamaq lazımdır. Birinci köklü tərbiyədən başlamaq lazımdır. Mütləq insan köklü tərbiyəyə sahib olmalıdır. Ya uşaqlığından köklü tərbiyəyə sahib olmalıdır. Əgər bu tərbiyə yoxdursa, insan cəmiyyətdən mütləq qarışıq tərbiyə alacaq. Mütləq fərqli-fərqli tərbiyə alacaq. Çünki cəmiyyətin tərbiyə verənləri ayrı-ayrı, belə deyək, vadilərdən su içmiş insanlardır. Ayrı-ayrı tərbiyə qazanlarının qidasını yemiş insanlardır. Mütləq fərqli tərbiyələr verəcəklər. Ona görə bugün hədislərimizdə var, bəzi insanlar buna söykənib tənbəllik eləyirlər, daha doğrusu gənclər. Ki, Həzrət Əli əleyhissalam buyurur ki, evladlarınızı zamanın belə deyək, göstərişlərinə, yoluna uyğun tərbiyələndirin. Bu zamana buraxmaq deyil. Bu zamana uyğun tərbiyə tam başqadır. Yəni, sən keçmiş, belə deyək, uğurları bugün evladlarında görməyə çalışma. Sən tərbiyəyə aid deyil. Tərbiyə ta insan yaranandan eyni xətt üzərində hərəkət eləməkdədir.
Tərbiyə eyni xəttədir. Tərbiyə dəyişmir. İnsanın daxili tərbiyəsi dəyişməzdir. Tərbiyəni pozan hansı xüsusiyyətlər var, onlar dəyişməzdir. Amma o zahiri uğurlar ki var, bunu deyə bilər Həzrət Əli əleyhissalam ki, bu uğurlara uyğun. Belə deyək də, sən bunu neçə il bundan öncəki bir uğura məhkum eləmə. Sən özün neçə il bundan, 50 il bundan öncə bir uğur qazanmışsan, bu uğura məhkum eləmə. Artıq bugünün uğur növünə uyğun bıraq onu yesin, inkişaf eləsin. Yəni o telefonla oynayanda sən demə o telefonla oynayır. O hər an kompüterlə məşğul olanda notebookla oynayan, sən demə o notebookla oynayır. Ola bilsin ki, notebookla o gələcək karyerasına qursun. Yəni bugünün vəziyyətini, uğurunu anlayıb tərbiyə vermək lazımdır. Bütün alçaqlıqlar, bütün pisliklər, bütün cinayətlər ailəsizlikdən doğur. Ailə tərbiyəsinin düzgün olmaması. Bir nəfərin ailə tərbiyəsi olmasa, bir cəmiyyətdə ailə təməlləri qorunması, onlar nə eləyə bilərlər? Onlardan gözlədiyin bütün cinayətləri görə bilərsən. Çünki bunun ailə prinsipi yoxdur. İndi yaxşı, biz buna necə baxaq? Biz bilirik ki, bütün dinlərin sonuncu din, belə daha da deyək, dinlərin tamamlanması İslam dini ilə məşğul yekunlaşır. İslam dini ilə kamilləşir. Və İslam dinində bünövrəsi Əhl-i Beytdir. Yəni, İslam dininin üz qabığı Əhl-i Beytdir. Bütün mövzular bu ailəyə bağlı olmalıdır. Bu ailənin tərbiyəsinə uyğun yaşamayan cəmiyyətlər ya cinayəti özləri edəcəklər və yaxud da cinayətdə mütləq şərik olacaqlar. Hər necəsə bu cinayətdə mütləq şərik olacaqlar. Bunun başqa bir tərəfi yoxdur. Bütün İslam tarixinə baxsaq, görürük ki, kimlər ailə dəyərlərini, Əhl-i Beyt deyərinə söykənməyiblər, hərəkət ediblərsə, kimlər Əhl-i Beyt dəyərindən üz çeviriblərsə, namaz qılsalar da, oruç tutsalar da, sonda Əhl-i Beytin qatilinə belə çevrilə biliblər. Və bu təbiidir. Çünki müəyyən proseslər var ki, insanı birbaşa cinayətə aparır. Orada lazım deyil insan uzaq görənlik olsun. Müəyyən proseslər, müəyyən addımlar var ki, birbaşa insanı cinayətə aparır. O addımların ən böyüyü Şəban ayının duasında oxuyurduq. Çox mühüm cümlədir bu. Ola bilsin, mən düzgün izah etməyi bacarmayım, zəif izah edeyimsə, üzr istəyirəm sizə, amma mühümdür cümlədir. Buyurur ki, Əl-mütəqaddimu ləhum mariq. Kim onlardan qabağa keçdi, bir yol yaratmaq istədisə, onlar dindən çıxdılar. Dindən çıxdılar, yəni onların bütün insanlıq tərbiyələri pozuldu. Dindən çıxdılar, yəni bu. Onlar namaz qılmadılar, onlar oruç tutmadılar, onlar hacca getməli, yox, məsələ bu deyil. Kim bu dəyərdən önə keçdisə, yəni bunu bəyənməyib, başqa nəyi yaratmaq olar ki? İzah eləyə bilirəm. Bu yolu bəyənmədən, bu əxlaqı prinsipləri dağ kimi yerə söykənmiş, mıxlanmış bu əxlaqı prinsipləri bəyənməyib, sən nə yarada bilərsən? Bundan üstün nə göstərə bilərsən ki, bunlar göstərməyib? Bu növ yolu gedənlər, hər kəs Əhl-i Beytdən önə keçdisə, öndə hərəkət elədisə, artıq bütün, belə deyək, qırmızı xəttləri pozdu, o cəmiyyət heç vaxt özünə gələ bilməyəcək. Əl-mütəqaddimu ləhum mariq. Kim Əhl-i Beytdən önə keçdisə, onlar dindən çıxacaqlar. Onlar azğınlaşacaqlar, azğın olacaqlar. Mariq, yəni azğınlaşacaqlar. Belə deyim sizə, Əyyam-ı Fatimiyyədə səhv eləmirəmsə, müzakirə eləmişik bunu. Əslində, hər hansı bir Əhl-i Beyt qatilinin əsas məsələsi Əhl-i Beyt üzvlərindən birini öldürmək deyil. Onun bu yoldan uzaqlaşdığı üçün bu Əhl-i Beyt üzvlərindən birini şəhid etməsi, bunun bu yoldan uzaq bir yolda yaşadığının nəticəsidir ki, gəldi axırda Peyğəmbər Əhl-i Beytindən birini olanı öldürdü. Əyyam-ı Fatimiyyədə mən qeyd eləmişəm bunu. Bu onun nəticəsidir. Əgər Əhl-i Beyt yolundan qabağa keçəcəksənsə, axırda sən xanım Zəhranın qatili olacaqsan. İstəyirsən müsəlman ol, istəyirsən müsəlman olma. Bunun heç bir fərqi yoxdur. Yəni, daha doğrusu, sən müsəlmanlıq şüarları ilə yaşa və yaxud da müsəlmanlıq şüarları ilə yaşama. Heç bir əhəmiyyəti yoxdur bunun. Yəni, şüar heç vaxt həmişə həqiqət olmur. Şüar həmişə həqiqətə tərəf aparmır. Sən buradan önə keçdinsə, sən mütləq qatil olmalısan. Başqa yolu yoxdur. Peyğəmbər yolunu kənara qoydunsa, sən qatilsən. Sən qatilsən, sadəcə cinayəti hələ tətbiq eləməmisən, praktikaya çevirməmisən. Zaman gələcək, elə bir zaman şərait yetişəcək ki, sən o cinayəti tətbiq eləməkdə həvəslə iştirak eləyəcəksən.
Və bu nəticəsində görürük. Gəlir Peyğəmbər cəmiyyətindən müsəlman olaraq başçı istəyən, imam istəyən cəmiyyət, imam ədalətə görə imam öldürən, xəlifə öldürən cəmiyyət gəlirlər Kərbəla çölündə ac, susuz, oruc olduğu halda imam öldürürlər. Çünki bunun səbəbi nədir? Çünki bu yoldan uzaq cinayəti imamı öldürməsi yox. Bu imamı öldürməsi cinayət xarakterli yaşayışın, həyatın nəticəsi də gəldi imam öldürdü. Əl-mütəqaddimu ləhum mariq. Hər kəs onlardan qabağa keçsə, mariq azacaq, çıxacaq dindən və səlam. İmam özü də, imam sağlığında, özü də bunlarla mübarizə edir. Bu namaz qılandır, oruç tutandır. Sən deyə bilməzsən, bu müsəlmandır, bunu necə öldürək? Sən bu iddianı eləyəməzsən. Çünki onların dillərində müsəlman şüarları var idi, amma onların müsəlman şüarları öz azğın arzularına çatmaqdan ötürü idi, başqa bir şey deyirdi. Ona görə İmam Hüseyin əleyhissalam onları nəinki müsəlman adlandırmır. Onlara deyir ki, dinimiz yoxdur. Bunlar deyirlər, bizim dinimiz var. Allahın varlığını təsdiq edirlər, Peyğəmbərin peyğəmbərliyini təsdiq edirlər. Niyə İmam Hüseyin onlara deyir, dinimiz yoxdur? Çünki bunlar dindən öz dünya həyatları üçün sui-istifadə edirlər. Sadəcə niyə görə bu din ifadələrlə istifadə edirlər? Ona görə ki, müsəlman cəmiyyətində dinsiz danışan müsəlmanlara başçı ola bilməz, müsəlmanlara hakim kəsilənməz. Ona görə din ifadəsindən, din şüarından istifadə edir və gəlir nəticədə dinin özünü öldürür. Yaxşı, nə İslamın prinsiplərində bu cür ac, susuz bir nəfəri Aşura günündə şəhid eləmək var, nə İslam prinsiplərinə uyğundur, nə insan prinsiplərinə uyğundur ki, onun xeymələrini yandırasan, uşaqlarını öldürəsən, nə insanlıq prinsiplərinə uyğundur və nə də mərdlik prinsiplərinə uyğundur ki, kişilərə qala-qala qadınlarına hücum eləyəsən. Heç birinə uyğun deyil. Bəs sənin İslamla hansı şərtlərlə əlaqən oldu ki, sən deyir ki, mən Allahı dəstək edirəm? Hansı əsasda? Fikir verin, Əhl-i Beytdən uzaq düşən kimi, ailə prinsiplərindən uzaq düşən kimi bütün alçaqlıqları eləyəcək. Amma adı nədir? Maraqlı burası. Amma adı nədir? İmam Hüseyin əleyhissalama, İmam Hüseyinlə mübarizəni hansı prinsiplərlə qaldırır? Bu prinsiplərlə qaldırır ki, Peyğəmbərin nəvəsi olmaq statusundan istifadə edir Hüseyin, müsəlmanlar arasında parçalanma yaradır. Ona görə bunun qarşısını almalıyıq ki, müsəlmanlar arasında parçalanma yaranmasın. Bu məntiq ilə imamın vücudunu parça-parça edirlər. Tikə-tikə edirlər, vəhşi canavar kimi. Görürsünüz, bir, əl-mütəqaddimu ləhum mariq. Kim onlardan önə keçdisə, onlara birləşmədisə, bu cür azğınlaşacaq, heç bir dəyər tanımayacaq. Vəssalam. Bu bir. İkinci, vəl-mütəəxiru anhum zahiq. Kimin ürəyi bunlarla olmasa, kimin ürəyi Əhl-i Beytlə olmasa, bunlardan ayrı düşsə, bunlardan daha doğrusu üzr istəyirəm, geri qalsa, əməldə, yaşayışda, yaşayış prinsiplərində, həyati məsələlərdə, bunlardan hansı ailə, hansı cəmiyyət bunlardan uzaq düşdüsə, geri qaldısa, üzr istəyirəm, geri qaldığı üçün onlar aradan gedəcəklər ki, əmin olun. Bəni Üməyyə bunun aşkar həm birinci mərhələsində bunun aşkar nümunəsidir, həm sonuncu, ikinci dediyim ifadə bunun aşkar nümunəsidir. Əhl-i Beytdən önə keçmək istədikdə azğınlaşdılar və böyük cinayətkara çevirdilər tarixdə. Yəni, İslam tarixində Yezid kimi məşhurlaşan ikinci bir cinayətkar yoxdur. İkinci bir cinayətkar yoxdur İslam tarixində. Ən məşhur, ən aşkar cinayətkar odur. Azğınlaşır, həm də eyni zamanda geri qalır və vəl-mütəəxiru anhum zahiq. Geri qalsa nə olur daha doğrusu? Zahiq, aradan gedir, əmin olmalısan buna. Mütləq aradan gedəcək. Bəni Üməyyə tamamilə aradan getdi, vəssalam. Tamamilə. Niyə görə? Çünki buyurmuşdu, münacat, Səlavat-ı Şəbaniyənin ifadə duasının cümləsidir bu. Buyurmuşdu ki, vəl mütəəxiru anhum zahiq. Kim onlardan geri qaldısa mütləq aradan gedəcək. Buna böyük ümid ilə, böyük etiqadla baxmaq lazım. Bu cümləni imam deyib. Bu vaxta qədər imamın, məsum imamın dediyi cümlələrin heç biri nəticəsiz qalmayıb. Məsum imamların dediyi bir cümlə qalıb və biz bilirik nəticəsi var, amma gözləyirik hələ ki. Məsum imamların dediyi bir cümlə qalıb ki, o həyatı hələ keçməyib. O da imamın zühurudur.
Bir cümlə qalıb, bu vaxta qədər dedikləri bir əlamət qalıb ki, bir böyük hadisə qalıb ki, həyata keçməyib hələ. Birinci odur. O da praktiki olaraq həyatı, ideoloji olaraq biz buna inanırıq, dəlil olaraq, sübut olaraq, hər şey var. Amma real olaraq həyata keçməyib. İndi baxın, görəsən hərdən şeytan birdən sual yaratsa, ümidsizlik yaratsa, görəsən bu gələcək və yaxud da gəlməyəcək. Məsum imamların digər sözlərinə baxın. Hansı sözləridir ki, həyata keçmədi? Hansı dedikləri uzaq baxışlı bir cümlələridir ki, uzağı vuran bir, belə deyək, ağıl üfüqləridir ki, o həyata keçmədi, gerçəkləşmədi. Ki, bu həyata keçməsin. Bütün sözləri gerçəkləşib. Bu məsum sözdür və mütəəxxir ənhum zahir. Onlar kim əhl-i beytdən geri qalsa mütləq aradan gedəcəklər. Və lazimu ləhum lahik. Bir yolla ürəyi onlara bağlamazsan. Mütləq. Bir yolla sənin ürəyin onlara bağlı olmalıdır. Hər nə cür Peyğəmbər əhl-i beytinə yaxın ola bilirsənsə, yaxın ol. Bundan başqa yolu yoxdur. Mütləq onlara yaxın olmalısan. Onlara qəlbini bağlamalısan. Onlara qəlbini bağlamasan, sən heç vaxt xilas ola bilməzsən. Çünki əgər hər hansı bir fərd və yaxud da şəxs əgər istəyirsə ki, Allaha bəndə olsun, doğrudan da müsəlman kimi yaşasın, onun yeganə yolu Əli və Övlad Əliyə ürək bağlamaqdır. Bundan başqa yolu yoxdur. İzzət bunlarladır, şöhrət bunlarladır, dünya bunlarladır, axirət bunlarladır, hər şey bunlarladır. Bunlardan başqa heç bir şey yoxdur. Bunlarsız dünyası olanların dünyası olur, amma zəlilxar olurlar. Amma bunlara qoşulanın dünyası olur, izzətli olurlar. Görünə gözəl yoldur. Peyğəmbər elə belə söz buyurmayıb. Allah Peyğəmbərə elə belə bir söz deməyib ki, ümmətdən ayrılanda, bu cəmiyyətdən ayrılanda bu cəmiyyətə deyil. Peyğəmbər, Allah Peyğəmbərinə buyurur ki, "Qul la əs'alukum alayhi ecran illa'l mabaddata fil qurba." Bütün dünya deyansın. Yalnız və yalnız sizdən Əli və Övlad Əliyə məhəbbət istəyirəm, başqa heç nə. Ancaq bunlara sevgi istəyirəm. Ən əsas məsələ budur. O qədər real məsələdir ki, bunlara sevgi olmayandan sonra heç bir şey yoxdur. Heç bir şeyin dəyəri qalmır. Ümumiyyətlə, bir cəmiyyət, bir bəşəriyyət bunlara sevgi yoxdursa və bunların vasitəsilə Allaha bəndəsilik yoxdursa, niyə görə yaşayır bir cəmiyyət? Deməli, bir cəmiyyətin əhl-i beyt ailə dəyərlərinə, yəni əhl-i beytə hörməti yoxdursa və eyni zamanda onlara olan oxşar həyat tərzi yoxdursa, həmin cəmiyyət itirəcək. Mütləq itirəcək. Bu tərbiyəvi bəşəriyyətin ailə prinsiplərində tərbiyəvi yol, yeganə yol bu yoldur. Biz namazı heç çalışaq düzəldə bilməyəcək. Bu müsəlmanlar heç namazın formasını düzəldə bilməyirlər. Biri əli bağlı qılacaq, biri əli açıq qılacaq, biri hər bir formada qılacaq. Biri torpaqla qılacaq, biri torpaqsız qılacaq. Biz niyə düzəlmir bu məsələ? Çünki əhl-i beyt anlayışı, köklü prinsip düzəlmir. Köklü prinsipə bağlanmayınca heç vaxt uğur qazana bilməyəcək. Bir dəstə müsəlman. Mütləq gəlib bura bağlanmalıdır ki, özünü azad eləsin və neçə illik namazını sığortalaya bilsin. Neçə illik orucunu sığortalaya bilsin. Başqa cür mümkün deyil. Tərbiyə, ən böyük tərbiyəsizlik bəs nədir? Ən böyük tərbiyəsizlik Allahın sənin üçün seçdiyi Peyğəmbərə, imamı imam kimi qəbul eləməyəsən. Ən böyük tərbiyəsizlik budur. Və bu tərbiyəsizlik Əhl-i Beyt əleyhissalama olan bu hörmətsizlik, əgər varsa, bu hörmətsizlik insanın bütün əməllərini puç eləyir. Hər kəsin qəlbində, bu elə-belə bir söz deyil, bu zarafat bir söz deyil. Hər kəsin qəlbində zərrə qədər Əliyə sevgi olsa, cəhənnəm odu ona haram olar. Niyə görə? Çünki bu sevgi tərbiyənin ən başlanğıc nöqtəsidir. Bu insanın ürəyində bu sevgi olarsa, bu sevgi bütün mərhələləri keçməkdə insana kömək edir. Bütün problemləri ötüşdürməkdə insana kömək edir. Sonda gəlirsən bu dəyərə görə hər səhvdən, nöqsandan əl çəkə bilirsən. Amma bu sevgi olmayanda, heç bir dəyərin olmayanda, bir dəyərə bağlı olmayanda heç bir şeydən əl çəkə bilmirsən. Və yeganə yol bunların yoldur. İndi bizim ailədən danışırdıq, valideyn hüquqlarından danışırdıq. Baxırıq ki, Əhl-i Beyt əleyhissalamın qarşılığında dayananlar həmişə kim olub? Baxın da Əhl-i Beytin diliyinə baxın. Kərbəla qatillərinə baxın. Ailə prinsipləri olmayıb, ailə dəyəri. Bugün hansı cəmiyyətin ailə dəyəri yoxdursa, onlar üçün ailə mental dəyər hesab olunmursa, onlar cinayətkardır, vəhşidirlər.
Onun üçün heç bir cinayəti etməməyə səbəb yoxdur. Çünki onun yaşayışının nəticəsi cinayətlə bitməlidir. Başqa bir yolu yox. Mütləq belə eləməlidir. Bunun başqa bir yolu yoxdur. Şükür olsun Allaha ki, Azərbaycan xalqı həmişə Əhl-i Beytə dəyər verib. Çox şükür olsun Allaha ki, bu bizim üçün ən böyük nemətdir. Ən böyük nemətdir. Şükür olsun Allaha ki, Azərbaycan xalqının namaz qılan da, qılmayan da, ümumi olaraq bu xalq həmişə Aşuraya hörmət göstərib. Ümumi olaraq bu xalq həmişə Peyğəmbər nəslindən gələn seyidlərə hörmət edib. Mir Mövsüm ağaya bugün də bu xalq hörmət edib, Peyğəmbər nəslindən gəldiyi üçün. Bu xalqın ən böyük dəyəri buradadır. Şükür olsun Allaha ki, bu xalq İmam Musa Kazım əleyhissalamın, İmam Rıza əleyhissalamın bacıları və İmam Musa Kazım əleyhissalamın evladları Bibi Heybət Pirid adlanan xanım Rəhimə, xanım Leyla, xanım Həkimə bugün də onlara hörmət edib və vaxtında, ən çətin vaxtlarda bu xalq onlara sığınacaq verib özlərindən hesab edib. Niyə görə? Bu xalqın ailə təməlləri yerində olduğu üçün əsl ailə nümayəndələrinə dəyər verə bilib. Ailə təməlləri yerində olduğu üçün. Əgər ailə təməli yerində olmasaydı, vaxtında sığınacaq verə bilməsəydi, əgər imam evladlarına, imam namuslarına bugün ailə təməlləri bu xalqın yerində olmayacaqdı. Və bugün şükür olsun Allaha ki, bu xalqın ailə təməlləri yerindədir. Və biz bununla kifayətlənməyərək sadəcə yeni gələcək nəsil üçün ailəni necə idarə eləyərlər, necə yaşayarlar, böyüyə necə hörmət eləyərlər, ağsaqqala necə hörmət eləyərlər, ağbirçəyə necə hörmət eləyərlər, bunları yenidən özümüzə və ailələrimizə, evladlarımıza aşılamalıyıq ki, gələcək nəsil Peyğəmbər yolunu düzgün görə bilsin. Bundan artıq çox danışıb yormaq istəmirəm sizi.